Salam dostlar, bugünkü dərsimiz bizim pi regulatorların davamı olacaq. Bu dərsdə biz kalibrasiya moduna keçəcəyik və baxaraq görək bizim simulator alarmları dəstəkləyir yoxsa yox. Çalışacağıq hay-hay alarmın testini aparaq. Mən də artıq sistem video açıqdır, siz də açın, gəlin switch bölməsinə və burada tag əlavə edəcəyik. Biri olacaq AFLS. Bu bizdə flashingdir, alarm flashidir. AF bu bizdə olacaq operatorun deməli, alarm blokirovkası olması, alarm deyəndə qəzanın. Və bir dənə də olacaq AOFS. Bu da olacaq alarmın qəbul olunması, yəni qəzanın qəbul olunması. Bizdə deməli error yoxdur, warning yoxdur. Mən bağlayırıq və gələk bizim function block etməmsə. Və burada dostlar 3 ədəd deməli process input output əlavə edirik. Biri bizdə olacaq AFLS, o bizdə olacaq AFS və biri də olacaq bizdə AF. Bir dənə qoy yoxlayayım, baxın, içlərdə AFS yazmışıq biz yoxsa. Bəli, AFS. Və dostlar, bir ədəd də LC64 function blokunu əlavə edirik. Və burada yüngül bir məntiq yazacağıq. Gəlin adını qoyaraq olacaq. Və bizim məntiq ne olacaq? Details. Deməli, birinci bizdə olacaq nə? Hay-hay alarmının işlənməsi. Input elementi seçilir və burada yazacağıq nə? LC AF LS nöqtə hay-hay. Növbəti olacaq, deməli, operator tərəfdən alarmın qəbul olunması. Bu da olacaq bizdə AOFS.PV.10 və üçüncü olacaq bizdə blokirovka olması AFPV.10. Və indi dostlar, bunun üçün biz output elementlərini qurmalıyıq. Deməli, bizdə burada olacaq AFLS.L launch olacaq və burada olacaq LC AF yox, AOFS olacaq AOFS və 10 bu hay-hay və buradakı olacaq LS AF hay-hay. Dostlar, qurduğumuz sxem deməli bloklu arasında ötürmə siqnallarını göstərir. Yəni bir tərəfin hay-hayı bu bloka gələndə orada o bir blokda məsəl üçün hansısa triggerə start verir. Burada isə məsəl siz onu basanda siqnalı qəbul edirsiniz. Burada da blokirovkaya salırsınız. Gəlin blokları birləşdirək. Wiring.
save elədik, buranı yox, update edəyək. Bağlayaq və save edəyək. Error data item invalid. Hiç yazmamıştık. Biz yazmıştık. Ha. Bu da PV yardımcıdan çıkıp bakalım. Bəli dostlar, error yoxdur artıq və gəlin simülatora start verək. Test function. Deməli dostlar, bizim simülator işlədi. Burada biz nə edək? Kim dərsi davam edirsə bunu eləməsin. Deməli biz burada seçirik bizim görmə sistemi. Köhnə yazdığımız drawing-i open. Məndə değer 06'dır, sizdə wire olmalıdır, səhv etməmsə. Olmasa yenidən yaza bilərsiniz, orada problem yoxdur. Və buradan biz seçədik. Ben ya da yenidən yaradaq. Gəlin yazaq. Ya da yox. Download. Downloading problem çıkmadı. Geçireyim. Burada 10 yanmalıdır. Bunu artık minimize edebilirsiniz. Geçək. Hə dostlar, bu skim açıqdır sizdə. Biraz balacalaşdıraq. Və burada məsələ üçün biz process variable dəyişmək istəsək. 5 icazə vermir. Yazır ki, cannot input data to PV not in calibration mode. Yəni deməkdir, kalibrasiya modunda rejimində olmadığı üçün mən datanı input eləyə bilmirəm. Və biz nə edirik? Biz birinci gəlib baxaq. Kaskatlar. Deməli biz açırıq tuningi. Tuningi açırıq və burada kalırıq. Basırıq, test edirik. Testə basanda artıq bu keçməlidir. Calibration moda keçdi və indi siz istənilən dəyəri dəyişə bilirsiniz. Bu birinci məsələ. İkinci məsələ, eyni əməliyyatları siz məsələn test edəndə, təbii ki, boşulmuş avadanlıqla işləyəndə tuning parametrlə işləyəsiniz. Yox. Simülatorda işləyəndə siz birbaşa simülatorun özündən dəyişə bilirsiniz. Məsəl üçün FC mod yazsaq bura və update datanı basanda biz onun real modunu çəkirik, yəni göstəririk. Kaskaddadır. Bunu istəsək indi manuala çevirə bilərik. Manual setting və artıq dəyişmə baş verdi. Gəlin yoxlayaq. Bəli, manual moddadır. Yenidən məsəl üçün kaskada qaytaraq. Setting və qayıtdıq kaskada. Bəli, kaskada qayıt. Yeni dediyim kimi, yəni hansısa bir funksiyonu test edəndə buradan edə bilərsiniz.
Yəni modunu dəyişmək, hansısa parametri vermək deyil. Və indi baxaq görək biz alarmlarla nə test edə biləcəyik. Ümumiyyətlə simulyatorunu dəstəkləyəcək yoxsa yox. Yəni bu pəncərəni bağlayaq. İlk öncə gəlin biraz bizdə set value-nu biraz azaldaq. Aldıq. 50. Tamam, bunu 50 qoydum. Və gəlin hay-hayı azaldaq da level qaldıraq burada. Hay-hayı qoyaq 180 və level qoyaq 20. Bir də bizə lazım olacaq İ'dəki 25 saniye, 20 eləyək burada. Aslında 25 bu tuning parametrlərdir dostlar. Onu simulyasiyada işləyəndə mütləq nə etməlisiniz? Mütləq onu sonra verməlisiniz kontrollerin yaklaşma FCS'in. Load save FCS tuning parametre. Bu biraz vaxt aparır. Hərsə bir dəqiqə yaxın. Hə dostlar, artıq yükləndi, heç bir error və learning olmadı. İndi isə dostlar biz alarm paneli burada alarmı baxaq simulyasiya edə bilirik yoxsa yox. Onun üçün bizə nə lazımdır? Bizə lazımdır ki high level deməli və PV 81'i keçməli. Ben burada birinci eksperini eləyək. 81 levelini və burada artıq yöndərini dəyişə bilməyəcəyik. Yox, bizə lazımdır ki, bu avtomatda olsun. Yox, qalsın işte. Lazımdır ki, bu avtomatik dəyişsin. İndi birinci neyini? Gəlin LC blokunu keçirdək avtomata. Faceplate manualda da olacaq. Item mode out paste. Tamam, bu keçdi. İndi bunu da keçirdik avtomata. Kalibrasiyadan çıxarıq. Kalibrasiyadan çıxarıq. Sadəcə bizim bir simülyasiyaya baxaq görə alarm işləyəcək yoxsa yox. Burada artıq alarm var. Çünki dəyər low'dan aşağı düşdü. Qaldıraq. Alarm low'nun alarmıydı. Lazım değildi.
Amma bizdə hay-haydan gəlməli idi. Dəyişdik. Və belə eləyək. İkinci gəlin bunu da keçirdək. Bizə lazımdır ki, biz onsuz da props variable bu hissədən veririk ona. Buna görə bizdən əsas işləmə bu hissə olmalıdır. Manual koyaq. Tamam. Burada birini dəyişsək. Və belə eləyək. Gəlin bunu keçirdək avtomata. Bəli dəyişdik. Amma bax bu bizə lazım idi. Bir dəqiqə qoyayım. Tamam, indi dəyişmə baş verir. Belə eləyək onda biz. Bunu stabilize eləyək. Tamam, yaxşı qalsın. Buradan yoxlayaq. Ben sağ olun. Tamam ya. Və gəlin qaldıraq dəyəri 55 45 50. Tamam, biraz da qaldıraq eləyək məsəl üçün 79. Artıq 80-a çatırıq və eləyək məsəl üçün 85. Bəli dostlar, işlədi alarmımız. Artıq 85'e çatdıq. O i parametri var idi. Bizdə integral, biz orada yadınızdadır, xamarlıq deyildi. Onu biraz da azaltsaydıq, bizdə bu qrafik daha belə yavaş qalxacaqdı və biz tam alarm işləməsini görəcəyik. Oldu dostlar, dərsimiz biraz uzandı. Çox sağ olun, təşəkkür ederim hamınıza. Evdə test eləyərsiniz bu məsələlərdə. Növbəti dərsimiz artıq motorun, yəni klapan motorların istifadə olunması haqqında olacaq. Çox sağ olun, təşəkkür ederim.